Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Əziz və dəyərli müəllimlər, bugün mən sizlərə ümumi kitablarımız haqqında məlumat verməyə çalışacağım. İlk öncə keçən il 2024-cü ildə çıxartdığımız abituriyentlər üçün ümumi sınaqlar toplusu kitabı haqqında məlumat verim. Əziz müəllimlər, əziz şagirdlər, gördüyünüz bu birinci kitab bütün fizika proqramını əhatə eləyir. Ümumi sınaqlardan ibarətdir. 30 dənə özümüzün yazdığı suallardan ibarət sınaqlar, digər isə 2016-2023 qəbul testləridir. Abituriyentlər tam fizika proqramını bitirdikdən sonra bu kitabı əldə eləyərək imtahana qədər buradakı hər bir sualı işləyərək bilik və bacarıqlarını daha da artıra, yüksək səviyyəyə gətirə və imtahanda yüksək nəticə əldə eləyə bilərlər. Bu kitab tək abituriyentlər üçün deyil. Baxın, söhbət bu birinci kitabdan gedir. Baxın, bu kitabdan gedir. Bu kitabda suallar həqiqətən çox zəngin suallardır. Həmçinin MİQ üçün deyənmərəm, əsas da sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün İnanın ki, əvəz edilməz kitablardan biridir. Mən məsləhət görərəm ki, sertifikasiya imtahanına hazırlaşan müəllimlər mütləq buradakı əsas da bu 30 sınaq, özümüzün hazırladığı 30 sınağı mütləq şəkildə işləsinlər. Əlbəttə ki, sertifikasiya imtahanına tək bununla kifayətlənmək olmaz. Digər vəsaitlərdən də işləmək lazımdır. Amma məsləhət görərəm ki, əziz müəllimlər, əgər sertifikasiya imtahanında iştirak eləyəcəksinizsə, mütləq bu kitabdakı özümüzün hazırladığı 30 sınağın suallarının hər birini işləyin. İnanın ki, həqiqətən də sertifikasiya imtahanında sizin üçün bir böyük dəstək olacaq. İkinci gördüyünüz bu kitaba keçməmişdən öncə əziz müəllimlər, bir də bunu deyim ki, hal-hazırda bu birinci kitabdan yenə də satışda var. İstəyən müəllimlər, istəyən abituriyentlər asanlıqla gedib kitab mağazalarından əldə eləyə bilərlər. Keçirəm ikinci kitabımıza əziz müəllimlər, əziz şagirdlər. İkinci kitabımız Fizika Min Test adlı kitabdır. Bu kitabın fərqliliyi ondan ibarətdir ki, bu kitabda hər mövzuya aid 25 və ya 30 ədəd test tapşırığı var hər mövzuya aid. Məsələn, fizikada 27-28 ədəd fizika mövzusu varsa, hər mövzuya aid 25-30 ədəd test tapşırığı var. Mövzuya əsasən bu 25 və ya 30 olmağı dəyişir. Və bu MİQ və sertifikasiya ən əsas da sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün çox gözəl bir kitab olacaq inşallah. Həmçinin blok imtahanına hazırlaşan şagirdlər də bu kitabdan istifadə edə bilərlər. Əziz müəllimlər, əsas sözüm sizədir. Qarşıda hər birimizi sertifikasiya imtahanı gözləyir. Çox ümid edirəm ki, bu kitab sizlər üçün çox faydalı olacaq imtahan öncəsi. Artıq 1-2 gün ərzində inşallah kitab çapa gedəcək. Maksimum 4-5 gün ərzində isə kitab çapdan çıxacaqdır. Bütün kitab mağazalarında olacaq. İstəyən müəllimlər kitabı kitab mağazalarından əldə edə bilərlər. İmtahana hələ vaxt var. Bu kitabı işləyin. Bu kitabı siz işləyib bitirənə yaxın yeni bir möhtəşəm kitabımız gələcək inşallah. Bu kitab isə sırf MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün olacaq. Bura abituriyentlər üçün demirəm. Sırf MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün olacaq. Möhtəşəm bir kitab olacaq əziz müəllimlər. Kitabda ümumilikdə 20 ədəd test olacaq, yəni sınaq olacaq, 20 ədəd sınaq olacaq və hər sınaqda 50 test tapşırığı sizə təqdim olunacaq. Yəni 15 dənəsi bizim özümüzün hazırladığı sınaqlardan ibarətdir və sertifikasiya imtahanındakı kimi hər sınaqda sizi 50 test tapşırığı gözləyəcək. Digər 5 sınaq isə MİQ qəbul sualları yerləşdiriləcəkdir. Son 5 ilin MİQ qəbul sualları yerləşdiriləcəkdir. Suallar həqiqətən də əziz müəllimlər möhtəşəmdir. Sırf sertifikasiya imtahanı tiplidir. O standartları ödəyir. İnşallah ki, bu kitabımız aprel ayının sonuna yekunlaşacaq. Mayın ilk həftəsi isə satışa çıxacaqdır.
siz bunu işləyib bitirəsinə yaxın artıq sizi yeni bir möhtəşəm kitab gözləyəcək. Bu yuxarıda gördüyünüz kitabı daki sualları işləyin əziz müəllimlər. Sırf dediyim kimi hər mövzunu əhatə eləyir. Daha sonra isə öyrəndiklərinizi sınaqlar, ümumi sınaqlar üzərində nəzərdən keçirin. Sanki imtahandakı kimi özünüzə vaxt qoyun. 50 sualdır. İşləyin, görün ki, nəticəniz nəyi göstərir. Ümidvaram ki, hər biriniz üçün çox xeyirli, uğurlu kitablardan olacaqdır. Sizlər üçün çox faydalı olacaqdır. Belə əziz müəllimlər, istədim ki, ümumi kitablarımız haqqında məlumat verim. Yenə bir ümumi qayıtsam, əziz müəllimlər, dediyim kimi, baxın, bu yuxarıda gördüyünüz, baxın, bu kitab, birinci kitab, hal-hazırda da satışda var, əldə edə bilərsiniz. Həm abituriyentlər, həm də sertifikasiya imtahanı hazırlaşan müəllimlər üçün dediyim kimi çox faydalıdır. Hal-hazırda da satışda var. İkinci kitabımız isə sırf mövzu üzrədir və yaxın 1-2 gün ərzində satışa çıxacaq, daha doğrusu çapa gedəcək. 4-5 gün çapda yəqin ki çapdan çıxar və kitab mağazalarında olacaqdır. Asanlıqla gedib əldə edə bilərsiniz. Əsas da bu kitabların hər birini Zəka Kitab Evindən, Oyalı kitab mağazalarından, Məntiq kitab evlərindən əldə edə biləcəksiniz inşallah. Və daha sonra isə əziz müəllimlər, son anda sizi həqiqətən də dediyim kimi möhtəşəm bir kitab gözləyir. Ümumi sınaqlardan ibarət kitabımız gözləyir. Bu kitabı da əlinizə aldığınızda həqiqətən necə bir faydalı kitab olacağını özünüz də görəcəksiniz. Belə əziz müəllimlər, hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, hər şey ürəyiniz istədiyi kimi olar. Hər biriniz yüksək nəticələr qazanarsınız. Belə əziz müəllimlər, inşallah kitab da çapdan çıxsın, satışa getsin. Ondan sonra mən imtahana qədər bunların izahını sizlər üçün yavaş-yavaş verməyə çalışacağım. Belə əziz müəllimlər, özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək sağ olun.